Salman müəllimin adını daşıyan məktəbin keçmiş müəllimiyəm. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Mən Salman müəllimin adı gələndə bu günlərdə sinəm iftixar hissi ilə dolur. Mən üçün bir yandan kədərlidir danışmaq. Çünki o həyatda yoxdur. 32 ildir biz onun ruhu ilə danışırıq. Amma mən üçün şərəflidir ki, öz müəllim yoldaşım, öz evlad qədər xətrini istədiyim, ailələrinə məhəbbətim olan bir oğul haqqında mən danışıram, bir Azərbaycan oğlu haqqında danışıram. Mən onun 15 iyun 93-cü ildə cənazəsi bayrağımıza bükülüb gələn cənazəsi üstündə Şansə ananın bir çəkdiyi bayatı bu günlərdə məni körəldir. Onun dediyi o bayatıda çox böyük hikmət vardı. Deyirdi, əziziyəm gül gönçə. Bülbül gönçə, gül gönçə. Balam şəhid olubdur, üzü gül, özü gönçə. Bəli, Salman müəllim həqiqətən özü ömrünün gönçə vaxtında şəhid oldu. O zirvəni o gənc yaşında bir müəllim kimi, bir zabit kimi fəth elədi. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Salman müəllim, ruhun şad olsun. Allah səni bizə həmişə örnək kimi göstərsin. Biz səndən fəxr edirik. Bütün gələcək nəsil, Cəfərovlar soy kökündə nə qədər evlatlar böyüyəcəksə, sən onların başını tacısan, sən millətin başını tacısan. Çünki deyir, ey şəhida, istəmə məndən məqbər, sənə ağuşun açmış ulu peyğəmbər, sən peyğəmbər balasısan. Biz səndən fəxr edirik. Qardaş, bu döyüş sənin üçün son döyüş oldu. Bu döyüş ata, ana, bacı, qardaş gözünü yollarda qoydu. Bu döyüş qəlbindəki sirrini əbəd gizlətdi. Bu döyüş hardasa kiminsə həsrətinə yollara dikilən gözlərini ağla, qəlbini nisgilli qoydu. Bu nisgil hamımızın qəlbinə sağalması yara vurdu. Bu döyüş sənin üçün son döyüş oldu. Açılan güllərin nə vaxtsız soldu. Qohumun, qardaşının gözləri doldu. Ellər harayladı səni Salmanım. Əziz qonaqlar, biz Salman müəllimin mavi üfüqləri yazdığı məktubların bir neçəsini sizə çatdırdıq. Bəlkə də Salman heç belə məktublar yazmayıb. Bəlkə də sağ olsaydı, bu məktublar onun özünə də qəribə görünərdi. Ancaq nədənsə özümə inandırmağa çalışıram ki, Salman bu məktubları yazıb, ömrünü vermir bala. El qədrini canından daha əziz bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Sevərək yaşayanlar, sevilərək ölənlər. Hörmətli tədbir iştirakçıları, mən sizdən bir xahişim var. Ailə adından sizin hər birinizə çox sağ ol deyirik. Pedagojik kollektiv adından sizə təşəkkür edirik. Hamımız bu ifadəni bir yerdə deyək. Şəhidlər ölməz, vətən